Bu videoya gələn həftə imtahan olan birinci qruplar və ikinci şansı azlaşan birinci və ikinci qruplar baxmalıdır. Çünki topluda olan bir sualı izah edirəm. Üstü loqaritmik tənliklər və bərabərsizliklər bölməsinin 240-cı sualıdır. Çox möhtəşəm və çətin sualdır. İndən deyim. Yəni zəifsizsə əgər çevirin, yəni baxmayanızın mənası yoxdur. Bunu amma güclü uşaqlar, özünə güvənən uşaqlar mütləq baxmalıdır. Çünki həqiqətən çətin sualdır. Başlayaq. Bizə deyir ki, belə bir tənlik verir. Deyir ki, tənliyin köklərinin sayının tənliyin tam kökünə olan nisbətini tapın. İndi adam baxır bu sualı, yəni qorxunc, iyrənc bir sualdır. Nə etmək olar burada? Gəlin əlimizdən gələn hamısını eləyək. Birinci vurub açaq. Yəni burada mötərizə var. Vurub açaq da qoy biraz daha qəşəng görsənsin. Yazıram 9 üslü x çıxılsın 3 üslü x vurulsun 11. Burada mənfi oldu müsbət. Üstə gəlinsin x kvadrat vurulsun 3 üslü x çıx 9 x kvadrat üstə gəl 18 bərabərdir 0. İndi bundan sonra bu 11'i də, baxın bizdə 11'dən əlavə 9, 3, 2 vardı, elə deyil. Ona görə bu 11'i də biz 9, 2 kimi mənfi 11, mənfi 9, mənfi 2 kimi yaza bilərik, elə deyil. Ona görə də bunu parçalayıram. Yazıram 9 üslü x çıxılsın 9 vurulsun 3 üslü x çıxılsın 2 vurulsun 3 üslü x, elə deyil. Üstə gəl davam edirəm 3 üslü x vurulsun x kvadrat çıx 9 x kvadrat üstə gəl 18 bərabərdir 0. İndi buradan da 9 üstü x biz bilirik ki 3 üstü 2x'e bərabərdir, elə deyil, bunu bilirik. O yüzden 9 üstü x'i buradan birbaşa 3 üstü x'i çıxarda bilirəm mötərizə xaricinə. Burada qalacaq 3 üstü x'in bir dənəsi də çıx 9. İndi buradan da 3 üstü x'i çıxartsam əgər çıxılsın 3 üstü x'i çıxartsam əgər qalacaq. Deməli 3 x'i çıxartsam əgər mənfi 3 x'i çıxartmışam deyə müsbət 2 səs pisdir. Müsbət 2 çıxılsın x kvadratı. Buradan 9'u çıxartsam, deməli x kvadrat üstə gəl 2 bərabərdir 0. Elə deyil. Burada da mənfi olmalıdır ki, o müsbət qalsın. Aha, indi buradan sonra nə eləmək olar yəni də? Görürük ki, bunun işarəsini əgər dəyişsək, yəni istisini dəyişək, bunun yerini dəyişirəm, bunun işarəsini dəyişdirəm, qoy daha qəşəng görsənsin, plus yazıram, burada da x kvadratı minus 2 yazıram. X kvadrat çıx 2 yazıram. İndi buradan önce görürük ki, x kvadratı minus 2 ortaq yoxdur. Yəni davam edirik. 3 üslü x, 3 üslü x çıx 9, üstə gəl. Deməli, x kvadrat çıx 2'ni çıxartdım. Qaldı nə? 3 üslü x çıx 9. Bərabərdir 0. Elə deyil. İndi buradan da 3 üslü x minus 9 görürük ortaq alandır. Onu da çıxardaq. 3 üslü x çıx 9. Vurulsun 3 üslü x bir yanda burada var. Üstə gəl. Deməli, x kvadrat çıx 2 bərabərdir 0. İndi oldu qəşəng. A vurur B bərabərdir 0. A da 0 olmalıdır, B də 0 olmalıdır. Yazırıq hər iki halı burada. 1. 3 üslü x çıx 9 bərabərdir 0. Buraya elə avtomatik asan tənlikdir. 9 atdım o tərəfə 9'a bərabərdir. 9 da 3 üslü 2'ye bərabərdir deyə buradan avtomatik buna bərabər olmalıdır. X bərabərdir 2. X bərabərdir 2. İndi bizə deyir tam kökə nisbət. Elə biz tam kök aldıq da. Deməli bu sual səhv olmaması üçün yegana tam kökü 2 olmalıdır. O görə tam kökü tapdığı 2. İndi burada köklərin sayını tapmalıyıq. Ona görə də biz ikinci tənliyi yenə burada yazırıq. Qalır nə? 3 üslü x üstə gəl x kvadrat çıx 2 bərabərdir 0. İndi bizə deyir ki, kök sayını tap, elə deyil. Bizə məcbur eləmir ki, bunun köklərinin tapgilan və yaxud da neçə kök olduğunu deyən. Biz avtomatik buradan da 3 üslü funksiya deyə bunun kök sayını deyə bilmirik. Əgər x kvadrat olsa deyəlim bunun 2 kökü var. Ona görə də nə eləmək olar burada? Qrafik üsulundan həllə baxmaq lazımdır ki, biz bunların bu birinci 3 üstü x'i buradan bərabərləşdirin. 3 üstü x bərabər nəyə bərabər olur? 2 çıxılsın x kvadratına, elə deyil. Bunların qrafiklərin kəsişmə nöqtələrinin sayı köklərinin sayını verər. Ona görə də 2 dənə funksiya kimi baxaq bunlara. Birinə yazıram fx funksiyası 3 üstü x funksiyası. Birinə də tutaq ki, gx funksiyası 2 çıxılsın x kvadratı kimi baxıram. 2 çıxılsın x kvadratı. Bunların hər ikisinin grafikini çəkəndən sonra mən gözə yarı çəkərəm. Bu bizim olsun koordinat üstlərimiz. 3 üstü x'in bilirik ki, üstü funksiyadır. A üstü x'in deməli gəlir belə bir nöqtəsindən keçir. Belə olur. Buna bilirəm nədir bu? Fx-idir, elə deyil. Fx funksiyasıdır. 2 çıxılsın x kvadratını da burada bunu biraz da belə yazın. Mənfi x kvadrat üstə gəl 2 deyim. Deməli A mənfi ədəd olduğuna görə qollar aşağıya baxacaq. Üstə gəl 2 olduğuna görə də 2 var, yəni 2-dən keçməlidir. Buradan başlamalı təpə nöqtəsi. Bunda demək qollar aşağı olduğuna görə bunun da təxmini funksiyanın qrafiki belə olacaq. Mən də qırıldı əlimdə. Deməli buradan nə görürük? Buradan görürük ki
2 dənə kökü var. Bir burada. Bak burada bir x01 nöqtəsində. Biri də burada. x02. Bir dənə kök, 2 dənə kök. Elə deyil. Deməli burada da biz 2 müxtəlif kök tapdıq. Burada da bir kök tapdıq. Deməli bir dənə orada, 2 dənə orada oldu. 3 dənə kökümüz elə deyil. Kök sayımız oldu 3 bölünsün. Tam kökümüz oldu 2. Cavab oldu 1 tam onda 5. Nəsə qeyri-adi bir şey varmı burada? Yoxdur. Bir də onu demək olar ki, burada x 2-yə bərabər ola bilməz. Elə deyil. Zaten yəni müxtəlif kök biz necə? Bu x bərabər 2 burada yenə də biz x bərabər 2 ala bilərdik. Amma burada 2-ni yerinə qoysaq, əgər görərik ki 3 üstü x burada 9-dur. 2 çıxılsın, 2 qoysam bu yerinə 4-dür. Burada bərabərsizlik alınmır. Yəni x 9 bərabər -2 alınır. Yəni burada dəqiq bilirəm ki x 2 deyil. Yəni bunun müxtəlif 2 kökü var. Ona görə 2 dənə müxtəlif kök burada, bir dənə burada oldu 3 dənə müxtəlif kök. Kök sayı 3, tam kökü 2, 3 bölü 2, 1 tam onda 5. Sualımız bundan ibarət idi. Təşəkkür edirəm.